Bugün Almaniya səfirliyindən iş vizası barədə imtina alan insanlar barədə danışmaq istəyirəm. Yəni prosedur necədir? Çalışın, bir məsləhət vermək istəyirəm. Çalışın, işinizi kim görür, hansı şirkət görür, özünüz mü, fərqi yoxdur. Viza müraciətindən öncə sənədləri Teles kontaktda yükləməmişdən əvvəl mütləq və mütləq şəkildə Arbeitsagenturdan Vorabsichtigung sənədini alın. Bu, eyni zamanda viza prosedurunun az da olsa tezləşməsindən də savayı sizin işə götürənin həqiqətən də mövcudluğunun sübutu olacaq. Bugün bir çox viza imtinalarında imtina səbəbi kimi konkret Arbeitgeberin Beschäftigung, Bestätigung göndərmədiyinə dair səbəblər göstərilib. Yəni, təsəvvür edin ki, konkret olaraq əmək müqaviləsi var, Erklärung Beschäftigung Verhältnis var, amma Auswärtiges Amt və Agentur für Arbeit işə götürəndən təsdiq almaq üçün onunla əlaqə saxlayıb, amma nəticə etibarilə işə götürən işçini tanımadığını bildirib. Məhz bu səbəbdən də negativ hallarla qarşılaşmamaq üçün və vaxtınızı boşuna itirməmək üçün işinizi görən insanlardan və yaxud da özünüz görürsünüzsə, əmək müqaviləsi və Erklärung Beschäftigung Verhältnisdən sonra mütləq şəkildə Arbeitsagentura Vorabsichtigung sənədi üçün müraciət edin. Bununla da sənədlərinizdə əgər hər hansı bir çatışmazlıq, maaş yetərsizliyi və yaxud da vəzifə uyğunsuzluğu varsa, öncədən zamanında xəbərdar olmuş olacaqsınız və bunu yenidən, necə deyərlər, yol yaxınkən aradan qaldırmağın mümkünlüyü mövcud olacaq. Bu cür qanunlardan və qaydalardan hər birinizin xəbər olsun və işinizi görən şirkətlərdən ya bunu tələb edin, ya da işinizi peşəkarlara həvalə edin.